Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Salam dəyərli Vaqif bəy, xoş gördük sizdə. Hoş gördük, axşamınız xeyir olsun. Ava medianın işçilərinin hamısını salamlayıram. Sağ olun. İlk növbədə mən bu şəraiti mənə yaratdığı üçün Teymur Eminbəyliyə təşəkkür edirəm. Azərbaycanda bütün orqanlara, ali qurumlara yüzlərlə şikayət məktubları göndərmişəm. Təəssüflər olsun ki, mənim məktublarıma cavab verilməyibdir, nə də heç bir tədbir görülməyibdir. Son çarə olaraq Teymur Eminbəyliyə müraciət eləmişəm. Hal-hazırda sözümü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə çatdırmaq üçün Teymur Eminbəylinin kanalından istifadə edirəm. Özü təqdim eləyin, harada yaşayırsınız? Azərbaycan Respublikasının Tovuz rayonunda yaşayıram. Tovuz rayonunun Qovlar şəhərində yaşayıram. İctimai nəzarətçiyəm, fəallardanam. İctimai Nəzarət Qərb Region TV-nin rəhbəriyəm. Harada məmur özbaşınalığı var, mən orada varam. Kimin hüquqları pozulur, mən yenə orada varam. Çalışıram ki, hüquq pozulan insanların köməyində durum, onlara yardımcı olum, onların şikayətini ali qurumlara çatdırım. Çatdıra bilirsinizmi? Çatdırsam da əvvəllər bir 70% çatdırırdım, indi demək olar ki, 100-dən 10%-ni çatdıra ya çatdıramaya bilərəm. Yəni ona görə şikayətlərə baxılmır. Heç bir yerdə Azərbaycan Respublikasında şikayətlərə baxılmır. Amma Vaqif bəy, İlham Əliyev deyir ki, ictimai nəzarət istəyir, deyir ki, mənə xəbər verin, mənə bildirin. Mən sizə ictimai nəzarət olan yerdə kömək edəcəm. Buyurun, görün nə deyir? Bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara daim müraciət edirəm ki, ictimai nəzarət haqqında yavaş gedir bu proses, yavaş, hələ öyrəşməmişik. Baxın, 30 neçə ildir? 33 ildir deyir ki, yavaş gedir proses, hələ öyrəşməmişik. İndi yenə də davam edək. Deyirik ki, deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər gizlədirdilər bəzilər. Əvvəllər kimdən ki şikayət edirlər, ona göndərirdilər. O da sonra həmən o şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Bu təxminən Vaqif bəy, bu video nə vaxt deyilir burada? Bu Yəni ki, bir neçə ay əvvəl. Yox, bir neçə ay əvvəl deyil. Bu məncə, əgər səhv eləmirəmsə, 2024-cü ilin sentyabr ayından o ki seçkilər oldu, parlament seçkiləri. Bəli. Parlament seçkilərindən sonra parlamentin ilk açılışıdır ya da İlham Əliyevin özünün prezident təyin olunduğu, 2 də təyin olunduğu vaxtdır. Yəni o vaxtlardır. Çünki tez-tez Milli Məclisə gəlmir, amma 2 dəfə gəlibdir. Yəni son o dövrdə gəlibdir. Orada ya yeni seçilmiş millət vəkillərinə istinadən deyir, onlara deyir, tapşırıqlar verir, ya da ki özünün seçkiləri var. Yəni bu ikisindən biridir. Burada yəqin izləyicilərimiz də yazarlar. Orada deyir ki, indi prezident aparatda yeni ab-hava var. Yeni ab-hava. Bəlkə indi yazasınız. Yəni o il yarım bundan bu bir il ərzində yazmışsınız mı İlham Əliyev üçün? Mən belə deyim də saysız şikayət məktubları ünvanlamışam. Ona görə ki, Respublikada Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi var. İcra Baş İdarəsinin Tovuzda şöbəsi var. Həmin şöbə insanları əzir, çox incidir. Rüşvət almamış heç bir iş görmür. Yəni məhkəmə işini icra eləmir. Gərək rüşvət verəsən ki, səni işini icra eləsinlər. Mən elə deyim ki, bir məktub yox, heç olmasa, heç yazmasam, heç yazmasam 40-50 məktub yazmışam. O məktubların da ki, göstərə bilərəm burada. Bu məktublar gəlir Ədliyyə Nazirliyinin Şəmkir Regional İdarəsinə. Şəmkir Regional İdarəsi də bir dənə burada tarix dəyişməklə, burada bax, göstərilir burada tarix. Burada aşağıda var tarix, burada. Yəni, bir dənə tarixi dəyişir. Demək olar ki, bax, bu cavab məktubu 13.1.2026-cı ildə mənə cavab məktubudur. Prezident aparatından mənim şikayətimi göndəriblər Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyi də ötürdü, göndəribdir Şəmkir Regional Ədliyyə İdarəsinə. O da göndərib mənim məktubumu, şikayət məktubumu Tovuz İcra Şöbəsinə. Yəni, bu məktubun biri. Sonra eyni məktubdur, bir dənə burada ancaq tarix dəyişilibdir. 30-cu birinci ay. Məzmun dəyişir.
Məzmun heç nə dəyişmir. Bir dənə tarix dəyişir burada. Bax, burada tarix var. Bax, burada. Burada tarix var. Bir dənə tarix dəyişirlər, göndərirlər. Başqa heç nə dəyişmirlər. Ayağında da yazırlar ki, mən şikayət edirəm Tovuz İcra Şöbəsindən. Onlar da mənə yazırlar ki, Tovuz İcra Şöbəsinin nəzarətindədir. Mən bunlardan şikayət edirəm. Onlar mətbubu qaytarı göndərirlər. Nətər ki, prezidentimiz deyir ki, sonuncu adama göndərirlər şikayətləri. Sonuncu da bizi əzir. Bu da 3-cü məktubları. Bax, eyni ilə. Onu da bugün almışam. Məzmun eyni, sadəcə tarix dəyişir. Bəli, bəli, tarix dəyişir. Yəni ki, başdan soğudu. Nəsə allatmaq kimi də, məsələn, belə götürəndə, təbii ki, bir insanı, bir ikinci sinif uşağını, birinci sinif uşağını nə-nəsə alladırlar. Bunlar da həmin məktubları götürür, göndərirlər şikayətçiyə ki, sənin şikayətinlə maraqlanıbdır. Əgər bu şikayətlə maraqlanmış olsaydılar, demək olar ki, 7 aydır. 7 ay bundan əvvəl qərardat qəbul olunubdur. O qərardad icra olunmur. Halbuki o qərardadın sonunda yazılır ki, qərardat dərhal icra olunmalıdır. Amma təəssüflər olsun ki, qərardat icra olunmur. Bu da şikayət məktublarının cavabı. Değerli dostlar, mən üzr istəyirəm Vaqif bəy. Yaxın oturun, bəyənin, paylaşın. Vaqif bəy bu 15-20 dəqiqə ərzində bəlkə də biraz daha az bu problemlərlə bağlı danışacaq. Həqiqətən əslində Vaqif bəy o regionda yeganə bu insanlara kömək edən şəxsdir. Demək, Tovuz, Şəmkir, Qazax, hətta Gəncədən belə Vaqif bəyin yanına gəlirlər ondan kömək almağa. Özdə ofisdə yerləşir Tovuz rayon şəhərin mərkəzində. Qovlarda, bəli, Qovlar şəhərində. Və mənə dəfələrlə Vaqif bəyin kömək elədiyi insanlar zəng eləyiblər. Bizim keçənlərdə efirimizə Vaqif bəy test çıxırdı. Keçənlərdə efirimizə çıxdıqdan sonra telefon nömrəsinə qoyur ki, bəs buyurun mənə müraciət edin, yardım göstər. Hətta Vaqif bəy öz başından minib ucqar kəndlərə belə gedib insanların elektrik dirəklərindən bağlı ki, elektrik dirəkləri aşıb dayıların onun üzərdən yoxdur, meşə qırılır, nə bilim mən başqa qaz çəkilmə, bu problemlərin hamısından bağlı Vaqif bəy hər zaman insanların qulluğundadır. Özdə bir qəpiksiz, bir qəpik belə almadan, bəzi hallarda məsələn görürsən ki, kağız qələm pul ola bilir ki, bilmirəm, bu da doğru yoxsa yox. Təmənnası bu insan yardım göstərir hər kəsə. Və mən sizdən o regionda olan insanlardan da istəyirəm, əgər çətininiz olursa Vaqif bəyin yanına gedin, Vaqif bəy sizə ərizə yazmaqda və digər məsələlərdə kömək eləsin. Yəni şikayətinizi bəzi istiqamətlərə yönəltməkdə, sosial təminat məsələsində, uşaq pulu, təbii ki, ölkəmizdə uşaq pulu yoxdur, amma sosial təminat olması məsələsində Vaqif bəy sizlərə kömək eləsin. O görə Vaqif bəyə imkan verək, Vaqif bəy biraz fikirlərini söyləsin. Mən istəyirəm indi bir videonu da qoyam, dəyərli Vaqif bəy. Və o videoda baxaq, baxın görün, burada nə deyir İlham Əliyev. İlham Əliyev burada deyir ki, İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir gəzib, orada insanlarla kəndlərdə təmasda olmaq. Baxın, kəndlərdə deyir, bir gəzin, kəndlərdə təmasda olun. İnan ki, bu İlham Əliyevin dediyi bu sözlərdən sonra kəndlərə hücum çəkirlər, kəndliləri incidirlər, kəndlilərin başına oynasınlar. Ki, deyir, kəndlərdə olun, insanlara kömək edin. Kömək də odur ki, pullarını əlinə alırlar. Bir traktor bir yana çıxdı mı, nə bilim mən bir ev tikdim, bir tualet tikir, bir nə tikir. Cəmaatın başına 152 milyon oynasınlar və bu günlərdə Beyləqan rayonundan mənə zəng eləmişlər bununla bağlı, bildirirlər ki, biraz bizim efirlərdən deyəndə, belə şeylər deyəndə çəkilirlər, bir həftə 10 gün olmurlar. Sonra elə ki, bir həftə 10 gün keçir arada yenə cumurlar kəndə bu polislər, nə bilim mən polislərin yanında da müxtəlif qaz idarəsi, su idarəsi, nə bilim mən işıq idarəsi, hamısı cumurlar kəndə, kəndlərin başına oynasınlar, əsasən də Beyləqan rayonunun polisləri. Və indi digər rayonlardan da məlumat oldusa, çatdırın bizə, onlara da deyək dəyərli dostlar. Və faktlarla, konkret faktlarla deyin ki, biz bu faktları açıqlayaq, ortaya qoyaq. İlham Əliyevə qulaq alsaq görə nə deyir? Mənim tələblərim bundan ibarətdir və hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun. Mənim təlimatlarım bundan ibarətdir. Əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəhmət bəzi məmurlar
bu göstərişləri yerinə yetirmə əvəzinə ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Qanunsuz varlanmaya üstünlük verirlər. Deməli, dəyərli izləyicilərimiz, bir şeyi də xatırladım. Mən indi yenə də Vaqif bəyə imkan verəcəm, danışsın. Baxın, Nəsimi rayonuna bu yaxınlarda bir icra başçısı təyinləmişdilər. Adını da burada yaza bilərsiniz. Əgər bizim trollar imkan versələr, yazın adlarını. Adını yazın daha doğrusu. Nəsimin icra başçısı təyinləmişdilər. Ondan o qədər pul almışdılar ki, o bədbaxt oğlu gələn kimi bütün obyektlərə cummuşdu, hər yerə cummuşdu və o qədər ağın çıxartdı. Axırda gördük də belə bu qədər şəhərin mərkəzində, Bakı mərkəzində bu qədər həyasızlıq olmaz. Bir aydan sonra işdən azad elədilər o icra başçısını. Yəni İlham Əliyev bir aydan sonra azad elədi. Yəni o qədər bu adamdan çoxlu pul alıblar, o vəziyyət təyin ediblər və o da gəlmişdi pulunu çıxartsın. Və bir aya deyəsən o verdiyi pulu çıxardıbdı. Yəni cəmaatın canından çıxartmışdı o bir aya pulunu və yaxud da ki, bilmirəm hansı şəkildəsə, amma bir aya gördük çox ağ eləyib, bir aya vəziyyətdən azad edilirlər. Sizin rayonda vəziyyət nətərdir? Buyurun Vaqif bəy. Həm rayon icra hakimiyyətlərini danışın, həm məhkəmə sistemləri nə cürdür? İnsanlara durumu nədir? İnsanlara sosial təminat verilir. Buyurun. Mənim bugünkü mövzum ədliyyə sistemindəki rüşvətxorluqdur. Buyurun deyək, buyurun. Məhkəmə sistemindəki boşluqlardır, süründürməçilikdir. Bir məhkəmə binasında qonşu otaqlarda oturan hakimin biri bir qərar qəbul edir, digəri başqa qərar qəbul edir. Yəni bu da məhkəmə sistemində olan boşluqlardan irəli gəlir. 3 ildir məhkəmələrdə ötür oynadı. Şikayətlər haqqında da ilk növbədə dedim. Bu 3 ildə demək olar ki, məhkəmə sistemində heç bir iş bizim tərəfimizdən bizə qarşı, yəni bizim lehimizə qərar qəbul olunmuyubdur. Halbuki orada yerləşən ferma binası mənim mülkiyyətimdir. Torpaq sahəsi 30 hektar bələdiyyənin mülkiyyətidir. Bələdiyyə də şikayətlər ünvanlayır, mən də şikayətlər ünvanlayıram. 3 ildir həm bələdiyyə, həm mən öz torpağımıza və yaxud da ki, binamıza, mülkiyyətimizdə olan binaya sahib ola bilmirik. Bu da nədən irəli gəlir? Ədliyyə Nazirliyinin nəzdində icra baş idarəsi var. Bu baş idarəsinin də nəzdində Tovuz İcra və Probasiya şöbəsi var. Tovuz rayon məhkəməsi 16 may 2025-ci il tarixdə qərardat qəbul elədi. Pənah Vilqar Məzahiroğlu'na 30 hektar torpaq sahəsindən istifadə etmək qadağan olundu. Qərardat dərhal icra edilsin tələb olundu. Pənahov İlqar Məzahiroğlu, Məzahir Pənahovun oğlu. Yox, bu başqa adamdır. Şəmkir rayon sakinidir. Şəmkir rayon sakinidir. O gəlib, düzdür, mənim razılığımla gəlib mənim fermama daxil olubdur. İndi də 3 ildir ki, deyir, bura mənimdir, bura mənim atamın yurdudur. Ailəsinlə, uşaqlarla gəlib orada olur, çıxmır. Bu da ki, məhkəmə qərar qəbul eləsə də, məhkəmə düzgün qərar qəbul eləmir. Ona görə də hələ 3 ildir ki, nə bələdiyyə öz torpağına sahib ola bilir, nə də ki, mən öz ferma binama sahib ola bilirəm. Bu da məhkəmələrdəki boşluqdan irəli gəlir. Heyvanlar sizinkilərdir benim. Nə cür? Sizin heyvanlardır oradakı heyvanlar. Xeyr, onun öz heyvanlarıdır. Şəmkir rayon sakinidir. Tovuzda gəlib fermanı zəbt edib. Bina sizinkidir, eləmi? Bəli, bina mənim mülkiyyətimdədir. Altına düşən torpaq sahəsi isə bələdiyyə məxsusdur. Bələdiyyə də məhkəməyə müraciət edibdir. Mən də məhkəməyə müraciət eləmişəm. İndi sırayla mən bunları biraz açıqlıq gətirim. Buyurun. Demək olar ki, qərardat dərhal icra olunsun. O qərardadın axırı sonunda yazılıbdır. Bu da o deməkdir ki, yəni qərardat verilən gündən icraya başlanılmalıdır. Dərhal da icra olunmalıdır. Yəni buna müddət qoyulmur. Təəssüflər olsun ki, qərardat verildiyindən 3 ay müddət ötdü. İcra və Probasiya şöbəsi qarşı tərəfdən rüşvət aldı. Onun üçün də bu məsələni icra eləmədi. Məhkəmə qərardadını icra eləmədi. Həmin işlə bağlı Tovuz rayon məhkəməsində hakim təyinatın dəyişdirilməsindən bağlı orada ki, baxılmamış saxladı. Buna görə də həmin qərardat qüvvədən düşdü. Yəni 3 ay müddətində əgər Tovuz rayon İcra və Probasiya şöbəsi o işi icra eləmiş olsaydı, bugünkü gündə biz bu əziyyəti çəkməzdik, bu boyda sürünməzdik. Yəni onların günahı ucbatından oldu. Tovuz İcra və Probasiya şöbəsi rüşvət almadan heç bir məhkəmə qərarını icra eləmir. Həm iddiaçıdan, həm cavabdehdən tələb eləyir. İddiaçıdan işin az müddət ərzində icra olunmasını
rüşvət qarşılığında həll eləyir. Cavabdehdən isə işin icra olunmamasını, illərlə uzadılmasını üçün rüşvət tələb olunur. Kim çox pul verirsə, onun məsələsi onun xeyrinə öz əlini tapır. Misal üçün, demək olar ki, ikinci dəfə həmin işlə bağlı 8 iyul 2025-ci il tarixdə Tovuz rayon məhkəməsi müvəqqəti təminat tədbiri haqqında 47 saylı qərardat qəbul elədi. Torpaqdan istifadə olunması Pənah Vilqar Məzahiroğluna qadağan olundu. Qərardat dərhal yenə icra olunması tələbi qoyuldu. Bugün qərardadın verildiyi gündən 211 gün, yəni 7 ay müddət ötür. 7 ay müddətdə İcra Aproba şöbəsi bu haqda heç bir tədbir görmür, görmək istəmir. Bu haqda da bəlkə də demək olar ki, 50-dən 60-dan yuxarı şikayət məktubları ünvanlamışıq. Bütün ali qurumlara şikayət məktubları gedibdi. Təəssüflər olsun ki, həmin şikayət məktublarına heç bir cavab verilmir. Hələ bundan əvvəllər də çıxış eləmişdim ABB mediada. İcra Aproba şöbəsi haqqında danışmaq istəyirəm. 2016-cı ildə Gəncə Apellyasiya Məhkəməsi qətnamə qəbul elədi. Yəni mənim lehimə. Mən 8 il vuruşdum, İcra Aproba şöbəsindən vuruşdum. 8 ildən sonra həmin işi, icra sənədini icra elətdirdim. O da mənim şikayətlərimlə, mənim çəkilişlərimlə, bəzi əməllərimlə ondan sonra, o 8 ildən sonra mənim işimi onlar, belə deyərlər, icra elədilər. Bir sözlə Tovuz İcra Aproba şöbəsi pul almasa, rüşvət almasa heç bir işi görmür. İcra Aproba şöbəsinin saxtakarlıq, süründürməçilik hökm sürür. Adi bir misal çəkim. Elə bir adam var ki, 5-10 min Azərbaycan manat deyək, borcu var kiməsə. Həmin adam, həmin o vətəndaş İcra Aproba şöbəsinin məmurunla ortaq məxrəcə gəlir, ona bir miqdar rüşvət verir. Həmin vətəndaş Rusiyaya mı, başqa dövlətə mi bilet alır təyyarəyə. Həmin bilet aldığı gün, uçacağı gün onu sistemdən silirlər. Yəni ki, məhdudiyyət qoyulub onun Respublikadan çıxışına. Məhdudiyyəti bir günlük İcra Aproba şöbəsi bir miqdar pula silir. O, hansı ki, həmin vətəndaş xaricə gedir, çatandan sonra oradan zəng eləyir ki, mən çatdım. Ondan sonra onun məhdudiyyətini yerinə sistemə otuzdururlar. Bu bir cinayətdir, ağır cinayətdir. Bütün Respublikada bunu bilməyən yoxdur. Mən bilmirəm, bütün hamı bilir. Həmin vətəndaş da, o alacaqlı vətəndaş da illərlə, aylarla gözləyir ki, nə vaxtsa Rusiyada olan həmin vətəndaş gəlib buna həmin alimenti və yaxud da ki, borcu ödəyəcəkdir. Rusiyada olan insan da bu məsələni bildiyi üçün Azərbaycana təşrif gətirmir. Nəyinə lazımdır? Bu ancaq və ancaq İcra Aproba şöbəsinin məmurunun əməlidir. İcra Aproba şöbəsi də həmin o aldığı rüşvəti həyat yoldaşına qızıl alır, paltar alır, uşaqlarına yemək alır. Haram puldur. Bu İcra və Aproba şöbəsinin məmurlarının əməlləridir. Belə faktlar çoxdur Vaqif bəy, yoxsa bir faktor? Həddindən artıq. Əgər hər bir vətəndaş istəsə, bunu aydınlaşdıra bilər. Belə ki, İcra Aproba şöbəsinə gedirsən, özünü təqdim edirsən ki, mənim filan gecə 5 manatım var. Əgər o məhdudiyyət qoyulan insandan söhbət gedir, məhdudiyyət qoyulan insan yanında gedirsən, orada qiymətləşirsən, mən nə qədər verməliyəm ki, mənim bir günlük məhdudiyyətimi götürəsən, o məhdudiyyəti götürəndən sonra da ki, o vətəndaş sərhədi keçəcəkdir. Sərhədi keçəndən sonra da onun məhdudiyyətini qadib bərpa eləyəcəkdir. Rüşvət var. Rüşvət olan yerdə də bu saxtakarlığa yol verirlər. Mən Tovuz rayon İcra Aproba şöbəsində çoxlarını eşitmişəm. Çox eşitmişəm ki, filan kəs, o hansı ki, borcludular. Bir şey də nəzərə çatdırım ki, əgər aliment borcudursa bu adam, aliment borcudursa, yaxşı, bunu nə cür özünə sığışdırır, nə cür vicdanına sığışdırır bu İcra Aproba şöbəsinin məmuru. Həmin alimenti alacaqlını allada durur, bu tərəfdən də onu saxta yolla Rusiyaya yola salır. Yəni belə şeylər də var.
İcra Probasiya Şöbəsinin qanunsuz əməlləri. Vaqif bəy, bu probasiya şöbəsi Ədliyyə Nazirliyinin tabedir, yoxsa Bəli, PNTS? Ədliyyə Nazirliyinin demək olar ki, Ədliyyə Nazirliyinin icra baş idarəsi var nəzdində. İcra baş idarəsinin də hər bir rayonda o icra probasiya şöbəsi var. İcra probasiya şöbəsindəki vətəndaşları ən çox incidən bir qurumdur. O qurum elə bil ki, bir məsələn deyim, tutaq ki, icra probasiya şöbəsinin həyətinə gedirsən, küçədə durursan, gün ərzində ora neçə nəfər girir, neçə nəfər çıxır. Elə yaxınlaş deyirsən ki, işin necə oldu? Görəsən ki, ora 20 nəfər daxil olubsa, 12-si razı çıxıb, 18-i narazı çıxdı. Bu da o bir tərəfindən də belə bir cümlə deyim ki, bu da insanları dövlətə qarşı nifrət oyadır, dövlətə qarşı üsyan hazırlayır həmin məmurlar. Və belə bir məsələlər də var. Bu əməllər haqqında, bu olaylar haqqında ali qurumlara çoxsaylı şikayət məktubları ünvanlamışam. Həmin qurumlar həmişə olduğu kimi yenə də şikayətləri tədbir görülməsi üçün Ədliyyə Nazirliyinin Şəmkir Regional İdarəsinə ünvanlayırlar. Bayaq birinci cümləmdə dediyim həmin formada. O da ki, yenə deyirəm, o şikayətlər baxılmamış qalır. Prezidentimiz bütün çıxışlarında deyir ki, ictimai nəzarət lazımdır, ictimai nəzarətdə məktubları göndərin, biz məktublara əvvəlki kimi deyil, məktubları gizlədirlər, amma yenə də həm məktubları gizlədirlər, ali qurumlara çatmasına qoymurlar. İndi mən buradan həmin o məktublarımın o cavabını istəyirəm. Əgər tələb qoyulursa ki, əgər ictimai nəzarət lazımdır, ictimai nəzarət olarsa hər şey düzələr, yaxşı olar. İctimai nəzarətəm, fəallardan biriyəm. Məmurların da ki, bütün saxta əməllərini bilirəm. Məni çağırsınlar, soruşsunlar. Mən həmin saxta əməlləri birbaşa onların özlərinə deyim. Nətəri ki, Şəmkir Regional İdarəsində 2 dəfə, 3 dəfə mən qabaqki işimlə bağlı olmuşam. Orada da eyni sualları verirlər. Eyni ilə belə götürək ki, orada şikayətlərini eləyirsən, o şikayətlə də bağlı demək olar ki, Tovuz İcra Probasiya Şöbəsini müdafiə edirlər. Onun saxta əməllərini gizlədirlər. Ali qurumlara onlar özləri yalan informasiyalar verirlər. Tutaq ki, Tovuz İcra Probasiya Şöbəsi o saxta işləri görür. Həmin saxta işlərlə bağlı Şəmkir Ədliyyə İdarəsinə məlumat verir. Şəmkir Ədliyyə İdarəsi də aidiyyəti qurumlara yalan informasiyalar verir. Yəni ki, bu yalan üstə qurulmuş bir dənə qurumdur. Təhməni yox, hamını allalırlar bunlar. Əlbir olub dövləti dədəsi yandırırlar da, hamısı əlbir olublar cinayətkarlar. Bəli, bəli, əlbir olurlar. Burada yanan kimdir? Yanan kasıb ailələrdir. Əlbəttə, yanan hansı ki o uduzan ailələrdir. Yanan o aliment veriləcək insanlardır. Yanan torpağını əlindən alanlardır. Yəni məhkəmələr də belədir. İcra haqqında qanunun 12-ci maddəsi var. 12-ci maddəsində göstərir ki, 2 ay müddətinə əgər qərar ya qərardat icra probasiya şöbəsinə daxil olubsa, 2 ay müddətinə bu icra olunmalıdır. Dərlər, gözləmək məsələsi yoxdur burada. Amma bugünkü gündə mənim 47 saylı qərardadımdan 7 ay ötür. 7 ay. Dövlətin başında duranlar. Mən sizdən soruşuram. Əgər 7 aydırsa, mənim qərardadım icra olunmursa, bu icra və probasiya şöbəsi nəyə lazımdır? Evet. Sual verirəm onlara. Sual da verim, mən sizə sual verim. Bu bacısı yazır, Arzu bəyin bacısı yazır, Arzu Sayadoğlu'nun. Onunla bağlı vəziyyət nə yerdədir? Ona Gəncə şəhər məhkəməsi deyəsə ona həbs verdi. Neçə il verdi? Sonra onun axırı nə oldu? O 7 il vermişdilər. Ona sonrasında vallahi məlumatım yoxdur, yalan deyərəm. Çünki məhkəmədə siz də deyəsə iştirak eləmişdiniz ona görə. Yox, əvvəllər iştirak elədim. 1-2 dənəsində getdim, iştirak elədim. Atasıyla getmişdim. Atası yaşlı adamdır, atasını aparmışdım. Bacısı burada yazır, Alidə xanım yazır burada. Alidə xanım, nə zaman istəsəz gəlin bizim efirə çıxın, Arzu bəylə bağlı danışaq. Arzu bəy dəyərli insandır, dəyərli qardaşdır. Onu şərliyib tutublar, Alidə xanım. Şərliyib onu biz bilirik, amma gəlin danışaq. Heç olmasa danışanda biraz görürsən onun haqqında işləri qaldırırlar, baxırlar, neynirlər. Qalmasın, yəni sahibsiz qalmasın. Gəlin bərabər danışaq. Nə vasitədir, mən əlaqə saxlayın. Görürsün, bu gedən xəttin sonunda mənim telefon nömrələrim var. Hətta istəsəz burada qoya bilərəm. Bax, burada qoyuram yenidən telefonu. Bu telefona zəng edin, nə vasitəsiz mən sizə efirə çıxardım, efir vaxtında istifadə edin. Əgər
lazımsa şikayət yazmaq, onu da vəkillərimizdən xahiş edərik. Yazarlar və istiqamətləndirərlər hala lazımdır. Vaqif bəy, bizim vaxtımız bitir. Buyurun, son sözlərinizi deyin. Çünki dostlar son sözlərim mənim məhkəmələrlə bağlı sözlərim çoxdur. Demək olar ki, Tovuz rayon məhkəməsində də yenə bayaq dedim, sözümün əvvəlində də dedim. Bir otaqda bir nəfər oturur, bu bir qərarı qəbul eləyir. Belə deyim də, Torpaq Məcəlləsinin 66-cı, 67-ci maddəsi var. Bir də Mülki Məcəlləsinin 139-cu maddəsi var. Həmin maddələrdə göstərilir ki, icarədar məhkəməyə ərizə verə bilməz. Yəni ki, qeydiyyatdan keçməyibsə, məhkəməyə ərizə verə bilməz. Hakimin biri Tovuz rayon məhkəməsində, hakimin biri deyir ki, icarədar ərizə verə bilməz. İşə xətm edir. İkinci bir hakim, onunla qonşu otaqda oturan hakim isə deyir ki, yox, mülkiyyətçi şikayət verə bilməz, ancaq və ancaq icarədar ərizə verə bilər. Sonra apellyasiya məhkəməsində də eyni ilə. Apellyasiya məhkəməsində yenə getdik, deyir, aidiyyəti üzrə biz baxmamalıyıq buna. Apellyasiya məhkəməsində. Aidiyyəti üzrə göndərdim onu kommersiya məhkəməsinə. Kommersiya məhkəməsində də bir gündən sonra təzədən eyni həmin ərizənin bir dənə orada vöyünləri dəyişmək şərtindən kommersiya məhkəməsinə müraciət elədim. 3 gündən sonra kommersiya məhkəməsi qərardat qəbul elədi. Qərardat qəbul elədi ki, sizin bu məzmunda işinizə ancaq və ancaq birinci instansiya məhkəməsi baxa bilər. Yəni, məhkəmə sistemində də 3 ildir ötür oynudur. Bu deyir belə olmalıdır, bu deyir belə olmalıdır. Biri deyir qatıq ağdır, biri deyir qatıq qaradır. Yəni, məhkəmə sistemində də o qədər boşluqlar var ki, yəni hakimlər özləri də bilmirlər ki, hansı qərarı çıxardırlar, nə qərar çıxardırlar, bunlar insanları incidir və dövlətdən narazı olur. Bəli. Vaqif bəy, çox sağ olun, var olun. Yenə də mən istərdim sözlərimi ali qurumlara çatdırım. Yəni, nəzarət olunmalıdır. İcra Probaş şöbəsinə nəzarət olunmalıdır. Məhkəmələrə nəzarət olunmalıdır. Yəni, məhkəmələr də, İcra Probaş şöbəsi də insanları əzirlər, incidirlər. Çox pis hala salırlar. Bu vətəndaşlar da Azərbaycan vətəndaşıdır. Bunları bu boyda incitmək olmaz. Bu boyda bunları süründürmək olmaz. Təşəkkürlər Vaqif bəy, çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm.